Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugün sizinlə orqanik qidalar və GMO, yəni geni modifikasiya olunmuş qidalar haqqında danışacağıq. İlk öncə biz bunların müsbət və mənfi xüsusiyyətlərini bilməliyik. Başlayaq orqanik qidalardan. Orqanik qidaların müsbət xüsusiyyəti ekoloji baxımdan təmizdirlər, ətraf mühiti çirkləndirmirlər. Mənfi xüsusiyyətləri ondan ibarətdir ki, zərərvericilərə qarşı dözümsüzdür və məhsuldarlığı aşağıdır, inkişaf etmiş ölkələr üçün səciyyəvdir. Gəldik GMO, yəni geni modifikasiya olunmuş qidalar haqqında. Müsbət xüsusiyyəti ondan ibarətdir ki, zərərvericilərə qarşı dözümlüdür, məhsuldarlığı çoxdur. Mənfi xüsusiyyəti isə ekoloji baxımdan təmiz deyil, ətraf mühiti çirkləndirir və həddən artıq gübrə verilir. Sırf buna görə məhsuldarlığı yüksək olur və inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Onu da qeyd edim ki, son illər GMO-ların, yəni geni modifikasiya olunmuş qidaların sayı həddən artıq artmaqdadır. Bu qədər diqqətiniz üçün təşəkkür. Əgər bu video sizin qarşınıza çıxıbsa, bəyənməyi, like etməyi və yorum yazmağı unutmayın. Bu qədər.